Növbəti zaman zərfimiz present perfect continuous. İndiki bitmiş davam edici zaman. Düstur belə düzəlir. Birinci zaman zərflərinə baxaq. İndiki bitmiş davam edici zaman. Adından görünür ki, indiki bitmiş davam edici, yəni hal-hazırda davam edən zamanı bildirir. Zaman formaları for və sincedir. Hansı ki, indiki bitmişdə də vardır bu. Düstur. Ya have, ya has. Ya have ola bilər, ya has. Been artırılır. Sonra da feili ayıncı. Məsəl üçün, 3 ildir bu şirkətdə işləyirəm. I have been working in this company for 3 years. Düzdürmü? Növbəti, mən keçən ildən bəri bu şirkətdə işləyirəm. I have been yenidən. I have not işləmirəm indi. I have not been working in this company since last year. Ən çox bunu suala əvəzləyir. Xüsusi sualı how long-da diqqətdə. How long. Desək ki, neçə müddətdir burada işləyirik? Deyirik ki, how long have you been working? How long çıxır qabağa, have yeni sualı, beni də gəlir working. Bir də var yoldaşlar, dəyərli tələbələr. Past perfect continuous, keçmiş bitmiş davam edici zaman. Düsturı bunda da yenə have-in, has-in yerinə had gələcək, been gələcək, sonra feilin sonuna ayıncı baxın. I had been working in this company. Bəs deyə bilər ki, mənim in pre zaman göstəriciləri hamısında bəs eynidə bunu nədən biləcəm sizin? 1990 verəndə köhnə il, biləcək ki, keçmişdir. İnkarda yenə not verilir, sualda yenə hədd çıxır qarşıya. Sonra gəldiyi maraqlı məqamlardan biri. When, anda, əndə, if, əgər, as soon as qədər, while, arkən, ərkən, before, əvvəl, after, sonra. Bunlardan sonra heç zaman nə gələ bilməz? Gələcək zaman, yəni will, shall, işlənməz, yadda saxlayaq. Will, shall nə olmaz? İşlənməz. Bir də when-dən, what time-dan, how long ago-dan sonra have-im, has-im, had-im gəlməz, diqqətli olaq. Bunların da üstünə çəkəcəm. Bir də uzlaşma ən çox düşür testlərdə uzlaşma. Uzlaşma necə olur uşaqlar? Birinci qayda. 1. Keçmişlə indiki zaman uzlaşmaz. Keçmişlə indiki uzlaşmaz. Sonra keçmişlə gələcək uzlaşmaz. Yəni məntiqlə də baxanda, burada diqqətli olsan, məntiqlə də mən keçmişdən danışıram, sən indikidən ziddiyyət yaranır. Mən keçmişdən danışıram, sən gələcəkdən ziddiyyət yaradır. Necə oldu? Keçmişlə indiki zaman olmaz, keçmişlə gələcək olmaz, zaten indiki ilə də keçmiş olmaz, gələcəklə də keçmiş olmaz.